Salam, hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar. El televiziyasında yeni bir təqdimatda xoş gördük sizi. Hər zaman qeyd etdiyimiz kimi müxtəlif filmlərin çəkilməsi və onların nümayiş olunması El televiziyası tərəfindən həyata keçirilir və bugün də yeni bir təqdimatda yeni bir filmi izləyəcəksiniz əziz tamaşaçılar və bununla əlaqədar olaraq, bu filmin təqdimatına əlaqədar olaraq studiyamızın çox maraqlı qonaqları var və mən vaxt itirmədən istərdim ki, həmin qonaqları sizə təqdim edim. Beləliklə, qonaqlarımız Mədəniyyət və Turizm Nazirliyi Salnamə Kinostudiyasının və bugün danışacağımız, barəsində bugün danışacağımız Xəzərdən Dunaya sənədli filminin rejissoru Tahir Əliyev və bəhs edilən filmin redaktoru tanınmış jurnalist İlham Tumas. Hər birinizi, hər ikinizi salamlayıram, xoş gəlmişsiniz deyirəm. Və ümumiyyətlə, qısa olaraq onu demək istəyirəm ki, İkinci Dünya müharibəsi və təbii ki, İkinci Dünya müharibəsi tarixdə ən yadda qalan və ən qanlı, tarixə malik olan müharibələrdən biridir və o dövrə aid bəhs olunan və həsr olunan filmlər çoxdur. Amma buna baxmayaraq, Xəzərdən Dunaya, daha doğrusu bu film, hansı ki 223-cü Milli Diviziyaya həsr olunub, bu filmlə bağlı danışmaq lazımdır. Çünki bu film hələ təqdim olunmayıb, ictimaiyyətə təqdim olunmayıb və tamaşaçılar hələ izləməyib. Və istərdim ki, ilk sualımı məhz bu cür ünvanlayım. 223-cü Milli Diviziya haqqında film çəkmə ideyası, Xəzərdən Dunaya adlı filmin çəkilməsi ideyası hardan gəlir və nəyə görə məhz bu mövzuya müraciət olundu? Tahir müəllim, buyurun. Mən son illər yaradıcılığında əsasən yer verirəm hərb filmlərinə və əsasən də 90% İkinci Dünya müharibəsinin tarixinə. Təbii ki, İkinci Dünya müharibəsinə müraciət mənə istənilən vaxt, yəni yeni filmlərə başladığımız zaman mən daima fikirləşirəm ki, yəni imkan daxilində mövzu problemlər, mövzuları mən təqdim eləyəndə kinostudiya, əsasən bu mövzuya mən toxunuram. Ancaq məhz 223-cü diviziya hardan qaynaqlandı? Mənim yaxın dostum Türkiyədə Vizyon şirkətinin rəhbərlərindən biri olan Toğrul Vəli mənə yeni bir təklif elədi ki, sizin fəaliyyət göstərdiyiniz, yəni Salnamə Kinostudiyası ilə birgə layihə həyata keçirə bilərik və mövzu imkan daxilində Balkanları əhatə eləsin, yəni Balkan ərazisini əhatə eləsin və mənə təklif elədi və bunu və mövzu təklif elədi mənə ki, mövzularını təqdim elə mənə. Və təbii ki, yenə dediyim kimi, birinci növbədə mənim tez fikrimə İkinci Dünya müharibəsi və İkinci Dünya müharibəsində Balkanlarda Azərbaycanlı izləri. Bu, ümumi anlama gələ bilər və biz Balkanlarda müharibədə, İkinci Dünya müharibəsində Balkanlarda Mehdi Hüseynzadəyə müraciət edə bilərdik və 9-cu Rus batalyonuna müraciət edə bilərdik, bu mövzuya müraciət edə bilərdik. Təbii ki, biz artıq Təxəllüs Mixail filmi artıq çəkmişdik. Mən apardığım araşdırmalarda qarşıma belə bir ad çıxdı, Belqrad diviziyası və tarixi, arxivlər araşdırdım və 223-cü Belqrad diviziyasının tarixinə, o ədəbiyyata rast gəldim. Bax, buradan qaynaqlandı və Salnamə Kinostudiyası ilə Vizyon şirkətinin birgə layihəsi olan Xəzərdən Dunaya filminin ilk yaranma tarixi buradan gəldi. İstərdim ki, elə bir balaca da təbii ki, filmin redaktoru və hər zaman tamaşaçılar artıq bilir və sizi bərabər görür. Rejissor Tahir Əliyev və redaktor İlham Tumas. İlham müəllim bu barədə danışsın. Çoxsun, əslində Tahir dedi, həqiqətən Azərbaycanlıların izi dünya tarixinin müxtəlif dönəmlərində və müxtəlif o dediyiniz kimi qlobal və böyük hadisələrdə var. Həm Birinci Dünya müharibəsində, həm də İkinci Dünya müharibəsində. Və mən də adətən Tahir mənə deyəndə ki, yeni film üzərində işləyirəm, hazırlaş. Siz artıq hazırsınız ki, mən artıq bilirəm ki, o müharibədəndir və əsasən də Azərbaycanlının dünya tarixinin müxtəlif hadisələrində, olaylarında iştirakıdır və o baxımdan həqiqətən, yəni hər şeyi dedi Tahir, həqiqətən çox önəmli bir hadisədir, çox önəmli bir olaydır. Həm də yəqin ki, 223-cü diviziya ilə bağlı film, yəni sənədli film olaraq ilk filmdir bu. İlk filmdir. İlk olmasına görə yəqin ki, bu mövzu sizi maraqlandırdı, daha çox cəlb elədi. Biz İkinci Dünya müharibəsi illərində Azərbaycanlıların qəhrəmanlıqları öz yerində. Yəni, fərdi olaraq qəhrəmanlarımız yetərincədir. Hələ dediyim kimi 128 Sovet İttifaqı qəhrəmanı, bu fərdi qəhrəmanlıqdır.
Ümumilikdə bizim milli diviziyalarımız 41-ci ildən bu yana Taganrog diviziyası, Taganrog 416, 417 və 220. 223-cü diviziyanın özünün də çox qəribə bir taleyi olubdur. Adlarını çəkdiyimiz diviziyalar Berlinə kimi gediblər. Bunlar Viyanaya kimi gediblər. Və Viyanada artıq bunların missiyası başa çatıb, həm də artıq insan qüvvəsi artıq qalmamışdı. Zarafat deyil, 3000 kilometr yol. 3000 kilometr yol qət eləmək, artıq insan qüvvəsi qalmamışdı. Və ona görə mən deməzdim ki, kölgədə qalıblar. Yox, bu da bizim qismətimizə düşdü ki, yenidən Azərbaycan tamaşası, Azərbaycan ictimaiyyətinə 223-cü diviziyanı təqdim eləmək bizim qismətimizə düşdü. Belə bir sual vermək istəyirəm İlham hanım sizə. Çünki mütəmadi olaraq məqalələrlə mətbuatda çıxış edirsiniz və yazıcı, publisist kimi sizi tanıyır və xüsusən də bu cür mövzularda yazılarınız tez-tez işığınızı görür. Bəs sual ortaya çıxır, nəyə görə indiyədək bu mövzuda, xüsusən də Sovet tarixşünaslığında və müasir çağdaş Azərbaycan tarixində 223-cü diviziyanın fəaliyyəti, onun xidməti və Azərbaycan tarixində yeri və rolu işıqlandırılmıyor? Mən sizə deyim, bunun həm obyektiv səbəbi ola bilər, belə bir şablon cavab çıxsın. Həm obyektiv, həm subyektiv səbəbi ola bilər. Amma məsələn 223-cü diviziyanın taleyindən əlavə, məsələn biz Tahirlə bəzi şeylərimi müzakirə edirdik. Tahir mənə çox qiymətli informasiyalar verdi. Mən də onu burada deməyəcəm, çünki o artıq ideyadır. Məsələn elə şeylər var ki, 2-ci Dünya müharibəsinə dair. Onu ümumiyyətlə nə ki Azərbaycanda onu yəni heç kim bilmir. Rusiyada da heç kim bilmir. Deyək ki, arxiv işçiləri heç kim bilmir. 2-ci Dünya müharibəsinin tədqiqatçıları, araşdırmaçıları heç nə bilmirlər. Onu təsadüfdən, məsələn, rejissor getdi, Tahir hardasa bir film çəkində, təsadüfən bir arxiv işçisindən görüşdü, hardasa uzaq deyək ki, Parisdə. Məsələn, hardasa, əcnəbi bir şəhərdə görüşdü və ona bir ipucu verdilər. Və onu araşdırır və baxır ki, doğrudan da çox böyük bir tarix yatır həmin o Hollandiya məsələsində. Çox önəmli bir şeydir. İndi bu məsələdə, məsələn, tutaq ki, mən 223-cü diviziya ilə bağlı, yəqin ki, hardasa araşdırsan, Rusiyanın arxivlərində və yaxud bizim arxivlərdə var, görüntülər var, müxtəlif görüntülər. Mən maraqlı bir şey deyim sizə. Kəsinəm. Deməli, arxivdə, Azərbaycan Dövlət Arxivində 20-yə yaxın 223-cü diviziyanın döyüş yolunu əks etdirən fotolar var. Və mən Krasnogorskda yerləşən Rusiya Dövlət Kino Foto Arxivindən 223-cü diviziyasının çox az vaxtı, təxminən bir 30 saniyəli 223-cü diviziyanın müəyyən planları göstərilən xronikal süjetlər var. Biz o filmə saldıq onu. Ancaq ümumən oturub biz durub aşağıdan yazsaq ki, bax diqqətlə bax 223, bu düz deyil. Hətta biz Buxarestdə çəkilişdə olanda Rusiya Federasiyasının Rumuniyadakı fövqəladə və səlahiyyətli səfiri Aleksey Çirulin, o hərb tarixçisidir. 223-cü diviziya haqqında siz filmdə də var, var və tamaşaçılar izləyəcək və görəcəklər ki, Rusiya hərb tarixçisi 223-cü diviziyanın tarixində necə danışır. Və bu şeylər vardı. Və 2-ci Dünya müharibəsinin milli iştirak edən millətlərin sayına görə dünyada elə bir müharibə olmayıbdır. Bəli. Qəbul edirsiniz də bunu. Yəni milli o iştirak edən millətlərin sayına görə elə bir dünyada müharibə olmayıbdır. Və çox maraqlı. 223-cü diviziya kimi minlərlə diviziya olub. Əlbəttə. Amma tarixdə iz qoyan və bu cür şanlı bir döyüş yolu keçən məsələsi. İndi yəni üzünə demək və tərifləmək olmasın. Mən niyə məsələn Tahirlə işləmə həmişə üstünlük verirəm və həmişə bir yerdə bizim işimiz tutur. Bizim məşhur, yəni Allah rəhmət eləsin, Tofiq Tağzadə o filmi çəkib uzaq sahillərdə gözəl, çox dəyərli bir filmdir. Tofiq Tağzadə yox. Tofiq Tağzadə çəkib. Çox dəyərli bir filmdir. Amma məsələn tutaq ki, o bədii filmdir və o bədii filmdən biz Anjelikanı aktrisa kimi görürük və güya doğrudan da Mehdini sevir. Veselin də bir aktyor kimi görürük. Amma deyək ki, təxəllüsü Mixailonun üstünlüyü nədədir? Orada Tahir kameranı qurur və Anjelika əlində əsa gəlir Mixailonun məzarının üstü, deməli, barelyefin üstündə onun üzünü silir, əksini silir və ağlayır. Bu artıq o deməkdir ki, Tahir artıq sübut elədi bizə ki və hamımız başa düşdük ki, həqiqətən Mixailonu orada tanıyırlar. Amma bədii filmlərdə, bədii əsərlərdə çox danış. Heç kim inanmayacaq. Amma orada məsələn qəhrəmanlar bir-bir gəlirlər, Mixailonla döyüşən, onlar döyüşçülər gəlirlər və bir-bir
ağlayırlar, bir kövrəlirlər, fikirlərin bir Anırlar, artıq bildin bəli. ki, Mixailonu tanıdılar orada. Və 223-cü diviziyada həmçinin bədii film çəksən olacaq təxəyyül, amma sənətli film başqa Bir təsdiq şey də edir. əlavəsiyim, əlavə söz deyim. Mən Buxarestdən danışdım. Çünki 223-cü diviziya Mazdukdan, yəni Qafqazdan siz dövlətlərin sayına baxın. Rusiya, Ukrayna, Rumıniya, Belarus. Serbiya. Ha bu gəl Viyana, Çexiya, gör haralara, Macaristan. Biz bunun izi ilə getdik. Biz Dnepropetrovsk şəhərində olduq. 300-ə yaxın Azərbaycanlının məzarına. Siz orada baxdınız Vəliyev, Bəli, bəli. Oruzov, İbrahimov. Təbii ki, Soyadlar hamısı rast gələndə gəldi və qəribə hisslər yaşayırsan, ümumiyyətlə vətəndaş. Dnepropetrovskda biz ora gedəndə Bakı, Quba adı biz yaxşı tanıyırıq. Quba 223 diviziya burada Qubada yaranmışdı. Belqradda siz gördünüz Belqrad professor 223 diviziya haqqında necə danışır və Baxış Mehdiyev haqqında necə danışır. Belqrad professor hərfisi və bu o demək deyil ki, deyilməyib, unudulmuş. Sadəcə olaraq kinonun sehri və televiziyanın sehri ondadır ki, bütün istəsən də, istəməsən də hamının evinə, hamının beyninə nüfuz eləyə bilir. Bəli, çağırılmamış qonaq. Və ona görə bizim bu Xəzərdən Dunaya filmimiz, biz onun adını da məhz simvolik qoyduq. Yəni Xəzərdən Dunaya kimi biz Adı barədə danışacağıq Tahir müəllim. Belə bir buyurun. sual vermək istəyirəm. Maraqlıdır. Çəkiliş etdiyiniz belə deyək, şəhərləri, ölkələri, ümumiyyətlə yaşayış məntəqələrinin adını çəkdiniz. Çəkiliş heyəti üçün, ümumiyyətlə komanda üçün ən çətin səhnə hansı oldu? Məsələn, o səhnəni çəkəndə çox çətinliklə başa gəldi o səhnənin çəkilişləri. Fevral ayıydı, zənnim məni aldatmırsa, biz getmişdik Dnepropetrovsk şəhərinə, Aulo qəsəbəsinə. Dneprin sahilində böyük bir, siz filmdə də görmüsünüz, böyük bir məzarlıq, böyük bir deməli, memorial abidədir. Ora biz gedəndə 38 dərəcə şaxta, saatda 40, saniyədə 40 metr sürətlə də külək. Təsəvvürünüzə aparın. Operator Elxan Rüstəmov 2 kurtkanı üst-üstə geyindi və maşın bizi orada gözləyir və mən düşdüm. Bunu bəlkə də deməyə ehtiyac yoxdur, ancaq məcburam, ya maraqlı şey olduğu Buyurun, buyurun. Mənim barmaqlarım başladı çatlamağa yerində. Mən hətta elə bildim və o qorxunç filmlərdə zadda olur. Mən özümdən qorxuram ki, mənim barmaqlarım necə. Və Elxan mənə dəfələrlə xahiş et, Tahir, sən keç maşında otur. Mən əvəz olunmaz adam, mən burada mənəm və o həmin səhnələrə tamaşaçılara da baxanda istəyirsiniz və siz də baxın görürsünüz, orada necə soyuqluq var. Mən inandırım ki, sizə Hətta kadrlar belə buz kimi. Buz kimi. Mən Elxan Rüstəmovun orada qəhrəmanlığını demək istəyirəm ki, dayanmadan 1 saat ərzində mən sizə deyim ki, ani bir nəsə insanın bir sağlamlığında bir problem olsa, insanın sağlamlığında böyük bir təsir eləyəcək bir şey vardır və biz o qar 2 metr hündürlüyündə qarın üzərində o qəbirləri siz gördüyünüz o məzarlıqları hamısını öz əllərimizlə təmizlədik. Bax, bizim üçün o böyük fəxr idi. Belə bir sual vermək istəyirəm. Filmi izləmişəm. Mən üçün bu belə bir balaca bir vətəndaş mövqeyi nöqteyi nəzərindən veriləcək bir sual deyil. İlham müəllim, istəyirəm bu suala ilk öncə siz cavab verəsiniz. Orada müəyyən məqamda sanki hiss olunur ki, diviziya milli Azərbaycan, Qubada yaranan Azərbaycanın milli diviziyası yox, Belqrad diviziyasıdır. Hiss eləmişsiniz yəqin ki, bunu bir balaca. Bir vətəndaş kimi, bir ziyalı kimi qısqanclıq yaranmır sizdə? Yox, Belqrad diviziyası onu Belqrad elə edərinə görə veriblər. 44-cü ilin. Anlayıram, Belqrad verilib o adına. Bəli. Amma sanki tarixdə elə görünür, bəlkə də elə görünür. O elə görünmür, o qətiyyən elə görünür. Məsələ nədir? Məsələ odur ki, əslində bizim üçün böyük fəxrdir. Məsələn, deyək ki, bir şəhəri azad edir və ona Belqrad adı verirlərsə. Özdə Stalin verir. Özdə Stalin verir, Ali Baş Komandan verir. O mənada, təbii ki, o mənada yəni o dolaşıqlıq salmır və qısqanclıq da yaratmır. Əslində böyük fəxrdir. Mən davam eləmək istəyirəm müəllimin sözünə. Biz təkcə filmi biz serb dilinə tərcümə eləmişik. Hal-hazırda film Serbiya dilinə tərcümə olunur. Niyə tərcümə eləmişik? Və niyə Belqrad? Yəni Belqradlılara sübut eləmək, yeni nəsil ki var, yaşayır. Məsəl üçün biz orada veteranlarla görüşürdük, bəli, biri 223 diviziya. Və o vaxtları biz də yalnız Krasna Armiya tanıyırdıq. Krasna Armiya içində hansı diviziya gəlir, biz onu bilmirdik.
Ani Ruski, все. Sovyeti. Все, biz belə deyək. 223-cü diviziya milləti nədir? Bizim işimizin adı değildi onu araşdırmağa. Yəni bu tarixçinin işinin adıdır ki, oradakı bu görürsüz tarixçi deyir ki, Baxış Mehdiyev, Bəli. Heybət Heybətov məsələn. Yeganə diviziyadır ki, Ruslan müəllim, sərkərdələrə, yəni marşallara verilən ordenləri və medalları Diviziyanın adına verilir. diviziyanın adına verilir. Və bayrağına. Və bayrağına və hətta onu Baxış Mehdiyevlə Heybət Heybətov alıb. General Heybət Heybətov, Sovet İttifaqı qəhrəmanı. O alıbdır. Zarafat deyil. Və biz istəyirik ki, oktyabr ayının 20-sində ki, Belqrad azad olunubdur və ilk ora daxil olan Belqrad diviziyası bizim 223 milli diviziyamız olub. Və yeni nəslə, yeni cavanlara, Serbiyalılara bax, biz eləmişik onu sizin üçün. Ona görə Belqrad ideoloji baxımdan, Həm də siyasi baxımdan. bəli, Böyük münasibətlərin qurulması deməkdir. Bu mütləq bizə bir istəyirik filmi Dneprdə keçirək prezentasiyasını. Dneprli, bax. Yəni bu Mən sözün qüvvəti üzr istəyirəm, qısaca bir haşiyə çıxacağam. Cənab prezident bir 15-20 gün qabaq idi. Dən Serbiyadan. Serbiyada səfərdə olanda da bax xüsusi olaraq onu vurğuladı ki, Mixailo haqqında filmlər çəkilib bizdə. Sənətli filmlər çəkilib və məhz həmin yerdə idi ki, Tahir o yeri çəkmişdi Sloveniyada. Böyük fəxrdir. Yəni artıq cənab prezident tutaq ki, ora gedəndə o artıq bagajla gedir. O bilir ki, ha, mən bura gedirəm, mən Mixailonun həmyerlisi kimi gedirəm. Onlar onu tanıyır. Yəni sabah biz Serbiyada bir təxminən bir 500 nəfərlik zalda məsəl üçün bu Belqrad diviziyası Xəzərdən Dunay filmi nümayiş elətdirdik. Orada cəmiyyətin müxtəlif insanları tanıdırıq. Bu baxımdan biz beynəlxalq əlaqələr, bax bu Sənnamə kinostudiyası son 3-4 ildə 20-dən artıq beynəlxalq proyektlərə imza atıbdır. Ələxüsusən yəni mənim üzərimə düşən 5-6 film 2-ci Dünya müharibəsi ilə bağlı Hüseyn Əliyev Rusiya, Mehdi Hüseynzadə Sloveniya, Xəzərdən Dunaya Serbiya, indi hal-hazırda İlham müəllimlə işləyir, Medo Hollandiyadadır. Deməli, Hollandiyanın antifaşist hərəkatının liderlərindən biri Məhəmməd Məhəmmədov, Hollandiyanın ən yüksək ordeni olan Zəngavər ordeninə, Kral ailəsinin üzvü Məhəmməd Məhəmmədov haqqında film Hollandiya ilə. İndi hal-hazırda yenə Sloveniyanın bir film üzərində işləyib, başlayırıq 9-cu rot haqqında. Bu baxımdan təbii ki, Tahir müəllim, İlham, bu bizi də sevindirir. Çünki bu filmlərin ən azı təqdimat mərasimi hər dəfə bir ənənə şəklində LTV-də reallaşır. Üçüncü filmimizdir, ilk dəfə olaraq. Bunun davamlı olmasını biz də arzu edirik, biz də istəyirik və biz də sevinirik ən azı. Qeyd elədiniz, mən o mövzuya bir də toxunmaq istəyirəm, bir də gəlmək istəyirəm ona. Serb dilinə tərcümə olunur. Ümumiyyətlə, belə bir sual verəcəydim ki, xarici dillərə tərcümə olması planlaşdırılırmı? Bütün filmlərin bizim ən azı 2 dillə 100% sevilir. Rus və ingilis dillə. Rusiya nəzərə alsaq, keçmiş Sovet, post-Sovet məkanları artıq yəni bizi bundan qəbul edir. Avropanın tam əksəriyyəti ingilis dillər ki, bir ortaq dildir, ancaq biz belə eləmirik. Xüsusilə spesifik olaraq o dövlətlərin dilinə belə bizdə bir proqramı, o dövlətlərin dilini mütləq sevilir. Biz hazırlaşırıq, Medo Hollandi filmi Holland dilinə tərcümə etməyə. Biz tutaq ki, bu 223 diviziyanın Serb dilinə tərcümə etməyə. Məsələn, Medo tutaq ki, üzr istəyirəm, məsələn, fransız üçün maraqlı olmaya bilər. Amma Holland üçün maraqlıdır. Düz. Onun vətəndaşı deyil, o mənada yəni daha doğrudur. Bəli. Bir də belə bir sual vermək istəyirəm. Amma istəyirəm ki, bu suala İlham müəllim cavab versin ilk öncə. Sualım belədir ki, Xəzərdən Dunaya 223-cü diviziyanın keçdiyi döyüş yolunda İlham Tumas üçün ən maraqlı tapıntı nə oldu, ən dəyərli? Valla mən sizə deyim, indi təkrar kimi çıxmasın. Hamımız Azərbaycanlıların 2-ci Dünya müharibəsində rolunun nədən ibarət olduğunu bilirik və Azərbaycanın nədən ibarət olduğunu bilirik. Neftimiz olub, yeraltı yerüstü sərvətlərimiz nə olub, göndərilib cəbhəyə. Arxa cəbhə böyük potensial verib, alimlərimiz böyük potensial verib. O Yusuf Məmmədəliyev filmi yəni də Tahirlə işləmişik. Yəni 2-ci Dünya müharibəsinin üzr istəyirəm, bütün hər tərəfli belə bir mənzərəsini biz Azərbaycanlıların orada rolunun mənzərəsini Tahir yaratmağa nail olub. Amma bu filmdə mənim üçün böyük tapıntı nə oldu? Mən eşitmişdim, deyək ki, oxumuşdum müəyyən ayrı-ayrı fraqmentlər. Deyək ki, Mixailo bir fraqmentdir, Hüseyn Bala bir fraqmentdir. Əssalam. Amma bunu bir küllü halında və məhz Xəzərdən Dunaya, bütün Avropanın azad olunmasında Azərbaycanlılardan ibarət bir diviziyanın iştirak eləməsi doğrudan da qürur verici bir şey. Bu artıq cilt deməkdir də belə deyək. Bu artıq, yəni artıq möhürdür. Möhür vurur ki, bəli, bax, Avropa bugün
deyək ki, müəyyən dəyərləri bizə sırmağa çalışan Avropa, biz səni faşizmə xilas eləmişik. Bu Məsələ əsas- budur. əsas Ən böyük məsələdir. tapıntı şəxsən mənim üçün o oldu. Çox gözəl. O mənada yəni rejissoru doğrudan təbrik eləməyə dəyər. Və filmin axırında da indi tamaşaçılar da görəcək, siz də baxmısınız. Axırda ki o gözəl musiqi rəhmətli Müslümin səsi ilə, Cem gözəl Pavel. musiqi altında belə deyək. Qəlbə günü. Yığılmış o musiqinin Səkkiz üstündə ölkənin. deyək ki, həm bizim veteranlar, həm deyək ki, həmin o bir Serbiyalı bizim veteranlar. Serbiyanın danışmağı, həm bizim həmin o müsahibin sinxronu danışıb bir kövrəlməyi, onun üstündə bütün o keçilən yolları hamısı müasir Avropanı özdə Müasir Avropa, ya bu və bax bu qurulan şeyləri biz Təxtəl şüurə siz aydındır. Filmdə onu bu tamaşaçılar gözəllikləri biz çox saxladıq və çox uğurlu sonluq. bu Film sonluq gözəllikləri mənə də dəfələrlə filmi baxanlar qəbul edəndə mən niyə belə deyirəm ki, bax mən demək istəyirəm ay Viyanalı, ay Praqalı, ay Budapeştli. Bax bu gözəlliyi Keçmişin və bugünün. bizi mən demirəm 100% bizim əməyimiz olub. 20% olub, 30% olub. Olub. Çox Məhz böyük olub. Bax bu yolu biz Azalmayaq, Tahir müəllim. Əslində 50%. Yox, mən demirəm. Yəni o deyirəm ki, ola bilər sizin oradakılar Avropadalar nə qədər düşünəcəklər, özləri bilərlər, özləri bilir, Allahlar bilir. Ancaq bizim əməyimiz olub. Ya burada 220. Mən bir şey də deyim sizə, bu mövzu İlham Tumasla təkcə bu mövzuya ümumən bu hərbi mövzular İlham Tumasla mənə niyə biz tanıyırıq? İlham Tumas da vətənpərvər və keçmiş hərbisi olduğu üçün və ondan da əlavə, daha yaxın, ondan da əlavə mütaliəsi, yəni belə deyək ki, mənli, mənsiz də daima bu mövzuya kino vasitəsilə olsa da, olmasa da, öz qələmi ilə, öz internet vasitəsilə, belə deyək ki, öz qəzetlərdə, çıxışlarında da, mətbuatda da çıxışlarında da mütləq bu mövzulara xüsusi olaraq yer verir. Bu baxımdan biz davam edəcəyik bu mövzulara. Və bu sizi belə deyək də birləşdirir və ortaq bir... Mən bir şey də deyim, Buyurun. Bir şey də qısaca deyəcəm. Bu Çingiz Əziz var. Bu Ağsu Perivalında rəssamdır. Orada bir qaleriya düzəldir. Bizim də çəkilişimiz olub. Siz də çəkilmişsiniz. Mən də bir həftə əvvəl ondan yaxşı bir xırda bir süjet elədim televiziya üçün. Onun çox gözəl bir sözü var. O deyir ki, mən vaxtilə böyük şəhərləri arzulayırdım. Pariji, Moskvanı arzulayırdım. Amma indi mən fikirləşirəm, niyə görə mən Parijə gedirəm? Qoy Parij mənim ayağıma gəlsin. Və doğrudan da bax o filmlər bütün Avropanı gətirməlidir Azərbaycanda. Ayağına ki, Azərbaycan budur və Azərbaycanı bugün siz belə kiçik görməyin. Azərbaycan böyük işlər görüb, Azərbaycanlılar dünya tarixində böyük. Çox gözəl. İlham müəllim qeyd elədi. Mən ona toxunmaq istəyirəm. 223-cü diviziyada belə deyək, yaşayan sağ qalan insanlardan biri, döyüşçülərdən biri Zülfəli Əliyev. Siz onu tapdınız. Hə, o çox maraqlı. Məncə Tahir müəllim üzr istəyirəm. Bu suala cavab vermədi İlham müəllim. Mənim o Xəzərdən Donaya keçən yolda, yəni redaktor kimi sizin tapındığınızı bildik, amma rejissorun tapıntısı bir balaca... Belə deyək, filmin adı sonra yarandı. Filmin adı bizə sonradan yarandı. Filmdə, mən filmin əvvəl adı belə idi, Belqraddan məktublar. Belqraddan məktublar. Mən deyim sizə, indi mən o filmin festival variantı üzərində işləyirəm. Bu bizim 2 formatdadır. Filmin festival variantı var, bir də efir variantı var. Mən də hal-hazırda o festival variantında filmin adını biz saxladıq öz yerində, Belqraddan məktublar. Süjetə danışmaq fikrim yoxdur. Sadəcə olaraq biz filmi yığıb qutarandan sonra Çirulinin belə bir orada sözü var, deyir ki, это не прогулка, по солнечным небо. Bu adi gəzinti deyildi günəş altında. 3000 kilometr yeganə diviziyaydı ki, keçilməz yollar falan. Məğlub olmayıb heç bir döyüşdə. Çox maraqlı bir şeydir. 416 arada bir məğlub olub, çəkib bir də qayıdıb. 45, 55, yüzlərlə bizim orada belə bir şey deyək, Rumıniya, Sadiniyeni 100-dən artıq birləşmə Rumıniya daxil olub. Təkcə Rumıniya. Rumıniya çox Böyük Vətən müharibəsində Almanların ən yaxın müttəfiqləri idi Rumunlar. Qafqaza kimi gəlmişdilər Rumunlar. Qafqaza kimi Rumunlar döyüşürdü. Və sonra da peşmançılıq, sonra geri təbii ki, uduzuldu. 100-dən artıq birləşmə Rumıniya daxil olur. 100-dən artıq. Və onlar isə 223-cü diviziya. Və Belqrada da 100-dən artıq diviziya daxil ola. Və onların içərisində açsan, qazanasan və Stalin, Belqrad diviziyası adlı və fərqlənəsən. Zarafat deyil. Yüzlərlə döyüş birləşmələri içərisində fərqlənmək hər diviziya nəsib olmur. Hər diviziya nəsib olmur. Və mən bir xəritəni qoymuşdum qabağıma, baxıram, Qubada yaranıb Xəzər sahilində.
Belə bir təxminən də belə əlimlə belə ruşka kəsə. Getdik Dunaya. Ha, bax biz buraları azad elədik. Xəzərdən Dunaya kimi. O Teymur Ləngin sözü olmasın, rəngsiz, boyaqsız. Hə, necə deyirəm elə də yaz. Necə deyirəm elə. Rəngsiz, bəzəksiz oradan Xəzərdən Dunaya. Rəngsiz, bəzəksiz. Mən demirəm Parijə, mən demirəm Berlinə. Məhz Dunaya kimi getdik. Bu baxımdan bizim üçün bir yeni ad idi. Çox gözəl, çox maraqlı, həm də ad tapıntınız da xüsusi vurğulanmalıdır. Həm də üzr istəyirəm, bir şey də var. Niyə biz Xəzər? Bu Avropada da Ad Kaspi do Dunaya. Sırp dilində deyir ki, Ad Kaspi do Donaya. Belə bir şey. Niyə Kaspi, Azərbaycan, Xəzərin adı? Bax, biz onu da özü təbliğatdır. Təbliğatdır. Xəzərin adını biz Avropada təbliğ eləmək istəyirik. Çox sevindirici haldır. Ötən təqdimatların birində bu o qədər də çox əvvəllər baş verməyib. Belə bir sual vermişdim xatirinizdəsə. Mən istəyirəm o sualı bir daha verəm. Baxmayaraq ki, hər zaman bu tandemi biz bir yerdə görürük, amma iş prosesində olur. Operator, rejissor, redaktor və s. Bir rejissor kimi ümumi komanda ilə işləyəndə müəyyən anlaşılmazlıqlar və s. belə bir şeylər olmadı Tahir müəllim? Mən ona bir şey deyim. Deməli, mən bu sirrini açım Tahirin. Tahir adətən, yəni bu vaxta qədər işlədiyim filmlərdə görmüşəm. O ancaq operatora çox möhkəm düşür üstünə. Məsələn, mənim açığı aramızda elə bir ciddi... Təəssüf ki, Elxan yoxdur burada, yoxsa... Elxanla işlədiyini belə az görmüşəm, amma yəni əvvəlki operatorla görmüşəm. Tahir görüntüyə çox həssasdır və görüntüyə çox dəqiqdir, çox ciddi yanaşır. Mən görüntünü görmüşəm, indi özü bəlkə mənə dalaşıb, mənə xəbərim olmayıb. Mən biraz belə deyək də, mənim həyatım bir filmdən ibarət deyil. Belə deyək ki, mən sadəcə bir dənə film çəkib bununla da bitirməyəcəyəm. Və hamı ilə davadalaşsalasan və nəzərə al ki, sən sənətin kino rejissordur, sən 1 yox, 10 yox, bəlkə də 20-30 film çəkəsən. Elə bu film üzərində bütün hirsivi, enerjini sərf elədin və düşün ki, 5 aydan sonra bir dənə film çəkəsən. Və bir dəfəlik mən İlham, təbii İlham, mən ancaq İlham burada onu demirəm, bizim mübahisəmiz olur. Doğru da, məsələn, həqiqətən. İş mübahisəsi ola bilər. Valla iş mübahisəsi ola bilər. Mübahisə ola bilər. Yəni belə qırğın səviyyəsində deyil. Çünki nəyə görə? Çünki bizim fikirlərimiz adətən üst-üstə düşür. Hətta mənə tutaq ki, deyə bilər, bax bu 1 dəqiqə görüntü var, 3 dəqiqə görüntü var. Bax bura 5 cümlə yaz. Mən bu istəyirəm, bu cümlələr burada olsun. Və yazmışam, çox az olub ki, Tahir deyib ki, məsələn, yox, bunu dəyiş. Uzağa çıxardır cümlədir ki, çox oldu. Əslində, buyurun, nəsə demək istəyir Tahir müəllim? Bir tamaşası var, bir şey də demək istəyirəm ki, burada bir maraqlı bir üçlü oturubdur. Ruslan müəllim özünü bizim komandadan kənar saymasın. Çünki təxminən 7 ay bundan qabaq El televiziyasında Nova Gorsa Kino Mərkəzi və El televiziyanın birgə layihəsi olan Sərçələrin payını yeyən adam hekayəsi motivləri əsasında İlham Tumasın ssenarisi əsasında film başlandı. Çəkilişləri rejissorluğuna baş rol ifadəsi məhz Ruslan müəllimdir. Biz böyük məmnuniyyətlə və böyük səbirlə o filmi gözləyirik təbii ki. İnşallah. O bədii filmdir və sizin yaradıcılığınızda da mən bildiyimə görə birinci bədii filmdir. Yox, birinci bədii film diplom işi kimi olmuşdu. Ancaq təbii ki, professional əlbəttə ki, yəni ki, belə deyək də post diploma, belə deyək. Diplomdan sonra birinci bədii filmdir. Çox gözəl və mən tamaşaçıları bayaqdan intizarda saxlamışıq. Ki, filmi gözləyirlər, film haqqında danışırıq. Çox yaxşı, belə deyək, diskusiya gedir və mən əbəs yerə o sual vermədim İlham müəllim ki, mübahisələr düşüb, necə və s. Əslində, çox yaxşı bir nəticənin hasil olması üçün, ortaya gəlməsi üçün müxtəlif o gərginliklər, mübarizələr işin naminə olanda məhsul həqiqətən çox yaxşı olur. Çox yaxşı olur, bu öz yerində. Montajyorumla olur, mən montaj prosesində İlham müəllim də bilir. Montaj prosesində bizim çox istedadlı montajyorumuz Rauf Əliyev. Mən onu minnətdarım bildirmək istəyirəm. Çox cavan montajyor da artıq puxtələşibdir. Dəfələrlə mən deyirdim ki, Rauf, yadında saxla, montajyor texniki işçi deyil, bu yaradıcı işçidir. Və montajyor 2-ci Dünya müharibəsi haqqında film çəkirsə, film montaj edirsə, o adam ən azı 1-ci Dünya müharibəsinin nə vaxt başını, nə vaxt qurtardığını bilməlidir. Bilməlidir, bəli. Ən azı, heç də lazım deyil. Hitlerini, Stalin tanımalıdır. Ən azıdır, ən azı bilməlidir. Fərqləndirəm. Buna niyə dava edib? Niyə dava edib? Bunu bilməlidir.
Minnətdaram sizə və sonunda belə bir sual vermək istəyirəm Tahir müəllim. Sizə ünvanlayacağım sualı. Təbii ki, İlham müəllim də bu suala cavab verə bilər. Dediniz, qeyd elədiniz ki, bu mənim sonuncu filmim deyil. Həyatımda, yəni bundan sonra çəkəcəyim də filmlər var və bilirəm ki, bu planla olan iş deyil. Təbii, əlbəttə. Eksprompt olmalıdır və onun üçün də mütləq bir ilham mənbəyi olmalıdır. Müəyyən bir hansısa bir mövzu sizə yaxın olmalıdır ki, o reallaşsın və film ərsəyə gəlsin. Yəni ilham teması olmaya bilər, amma ilham mənbəyi olmalıdır. İlham teması tərzi. yəqin ki, ilham mənbəyidir həm də sizə bütün işlərdə və buna görədir ki, siz bir yerdəsiz. Həyatınızın o çəkmək istədiyiniz film bu yaxınlarda, belə deyək də, yaxud da yaxın gələcəkdə. Bu biraz mən gülməlidə çıxacaq, ancaq bu gün gülməni qəbul edəmək. Əgər istəyirsə mən film çəkməyim, mənə ilham temasına dalaşdır. Biz danışmayaq. Təbii ki, biz onu istəmirik. İstənilən halda, istəyir mövzu mənim planımda olsun, olmasın. İlham teması məndə yaradıcılıq işimdə faizlə olsa da, olmasa da işi var. O ki qaldı, filmlər bugünkü dövrdə mən planla işləmək biraz düzgün gəlmir. Planla necə işləyə bilərsən? Dünyanın hansı dövrdə şimdi planla işləyir? Bu sayət dövrü deyil ki. Qarşıda planlarımız var. Yaxın bir 2 il üçün yaxşı planlarımız vardı. İstəyirik çəkək, istəyirik başlayaq. Düz mən adlarını çəkmək istəmirəm. Artıq bir-ikisi artıq çəkilibdir. Montaj prosesindədir və yeniləri çəkməyə planlaşdırırıq. Təbii ki, bu da hər şey qismətdən asılıdır. İnsanın səhhətindən də çox şey asılıdır. Yəni bu şeylərdə nəzərə almaq lazımdır. Maliyyədən də asılıdır. Böyük bir qlobal bir şeydir. Ancaq arzuluyuruq ki, yeni filmlər bəxş eləyək Azərbaycan tamaşaçısına. İnşallah. İnşallah. Sözünüz. Çox sağ olun. Təşəkkür edirəm. Mən hər ikinizə təşəkkür edirəm. Çox sağ olun və uğurlarınızın davamlı olmasını və filmlərinizin çox olmasını, bol olmasını arzulayıram ki, bu cür filmlərin də hər zaman mənə, məsələ LTV kanalında, El televiziyasında təqdimatını arzulayıram. Bir tamaşaçı kimi, bir vətəndaş kimi. Bu mövzular ümumiyyətlə hamını düşündürür və hər kəsə yaxın mövzulardır. Və vaxt itirmədən istərdim ki, elə bəhs etdiyimiz, bayaqdan haqqında danışdığımız Xəzərdən Dunaya sənədli filmini tamaşaçılara təqdim eləyək və tamaşaçılarımız izləsin. Gəlin bərabər şəkildə izləyək.